Herkese salam. Musiqi Nəzəriyyəsi fənnindən dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimiz olacaq köməkçi üç səslilər. Sizinlə birlikdə əsas üç səslilərlə tanış olmuşuq. Bu bölməyə başlayanda əsas üç səslilər birinci, dördüncü və beşinci pillələri idi. Birinci pillə tonika, dördüncü subdomedianta, beşinci də domedianta pillələri ki, əsas üç səslilər bu pillələrdən qurulurdu. Onları yəni tam öyrənmişik, dönmələrini də bilirik ki, sekst akordlar və kvarsekst akordlar üç səslərin dönmələridir. Keçirik təzə dərsə. Bugünkü dərsimiz olacaq köməkçi üç səslilər. Köməkçi üç səslilər nədir? Əsas üç səslərdən fərqi əsas ondan ibarətdir ki, köməkçi üç səslilər ikinci dərəcəli funksiya daşıyır. Latda ikinci dərəcəli funksiya daşıyır. Birinci dərəcəmiz, yəni əsaslımız əsas üç səslilər, ikinci dərəcəmiz, yəni köməkçi üç səslilər ikinci plandadır da onlar. Deməli, nə deyirik biz bunu keçəndə? Köməkçi üç səslər 2, 3, 6, 7-ci pillələrdir. Qammanın pillələrini keçəndə 7 pillə keçmişdik də. Bu 7 pillənin keçən dərsdə dedik ki, 1, 4, 5-ci pillələri əsasdır. Geridə qalan 2, 3, 6, 7-ci pillələri köməkçi üç səslərdir. İkinci alt aparıcı ton, üçüncü medianta, 6-cı submedianta, 7-ci də üst aparıcı ton idi. 2-7'lər aparıcı tonlardır. O və də 3 ilə 6 medianta ilə submedianta pillələri. İndi necə olacaq? Natural major qammasında. Natural major qammasında 3 minor var. 2 əksildilmiş 7-ci pillə 3 səslisi var. Köməkçi üç səslisi var. Deməli, natural majorda 3 minor, 2 əksildilmiş 7-ci pillə 3 səslisi, köməkçi üç səslisi var. Natural minorda 3 major, 1 əksildilmiş 2-ci pillə köməkçi üç səslisi var. Harmonik majorda, harmoniklərə keçək indi. Harmonik majorda 1 minor var, 1 minor 3-cü pilləsi var, köməkçi üç səslisi. 2 dənə əksildilmiş üç səslilər var. 2-ci pillə, bir də 7-ci pillə əksildilmiş köməkçi üç səsliləri, bir də artırılmış üç səsli var. Bu da artırılmış üç səsli 6-cı pillə üç səslisidir. Natural major və minorda. Naturalın major və minorunda 3 major, 3 minor, 1 əksildilmiş köməkçi üç səsli. Harmonik major və minorda 2 major, 2 minor, 2 əksildilmiş üç səsli köməkçi üç səsli, bir də artırılmış köməkçi üç səsli. Deməli, indi keçək bu pillələrin ümumiyyətlə nə olduğuna. Nə olduğu deməyək, nəyə aid olduğu deyək. Ümumiyyətlə bu nə deməkdir? Köməkçi üç səslər əsas üç səslərə aid olur. Yəni ki, məsələn, ikinci pilləmiz. İkinci pillə subdomedianta funksiyalıdır. Yəni ki, köməkçi üç səslər əsas üç səsli funksiyasındadır. Onların funksiyalarının bir hissəsini yerinə yetirir köməkçi üç səslilər. Bir sözünə kömək edir də üç səslinin tamamlanmağına. Başlayaq, izah edeyim hamısı. 2-ci, 3-cü, 6-cı, 7-ci pillələri keçdikdə köməkçi üç səslilər. İndi deyək ki, onlar yəni hansına aiddir də, yəni nəyə? Bu subdomedianta, tonika, bir də domedianta. Bunlardan hansına aiddir? İkinci pillə köməkçi üç səslimiz, alt aparıcı ton. Bu subdomedianta funksiyalı üç səslidir. Köməkçi üç səsli. İkinci pilləmiz alt aparıcı ton, subdomedianta funksiyalı köməkçi üç səslidir. Üçüncü pilləmiz həm tonika, həm domedianta funksiyalı köməkçi üç səslidir. Altıncı pilləmiz həm tonika, həm subdomedianta funksiyalı köməkçi üç səslidir. 7-ci pilləmiz isə sadəcə domedianta funksiyalı köməkçi üç səslimiz olacaqdır. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm dərsi və video izahı bəyəndiniz. Əgər bəyəndinizsə, kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Yenə də sizə qaranlıq qalan,
sizi maraqlandıran suallar olarsa, rəylərdə yazın, cavablandıracağam. Sağ olun hələlik, gələn dərslərə qədər.